Sonuncu sualımı verim. Aygün xanım, Elzaya niyə tort vermədiniz? Xalq artisti Aygün Kazımova dilimlədiyi tortu hər kəsə uzatdı. Amma təkcə Seyid Cihandan başqa. Ağlamamak için kendimi zor tutuyorum. Uşaqlar, Allah rəhmət eləsin, indi açıqlaya bilərəm də, İlhamə xanım qoymadı. Dedi ona tort vermə, dedim vay Allah, mən onun sözündən çıxa bilmərəm. Ya, Orada tort kəsildi. O hamısına mən heç onu Allah mənə versin. Tortu hamıya verdi, mənə vermədi. O qaşığı mənə ağzıma uzatmadı o tortu. O tortu mənə Allah Taala versin. Sən verməməklə deyil o mənə. ay qız, nə şişirtdin bu söhbəti. Bilmirsən ki, kim qoymadı, ki mən vermədi. Yoxsa tort nə olan şeydir ki, canım mənim. Orada ən sevdiyim bir məqam var. Deyirsiniz ki, Tort qutardı da. Böyük İlhamə xanımdır. Dedim ki, biraz da İlhamə xanımımız axı qısqancı idi. Yəni mənə verilən tortu kiməsə verəməz. Mən də dedim baş. Görsün amma gülə-gülə və bəli, əyləncə ilə yada xatırlayırıq. salırıq. Mənə elə gəlir ki, Elza da bütün bu şeyləri unudubdu.